Bərdar rayonunda abadlıq və yenidən qurma işləri davam etdirilir. Hazırda şəhərin Üzeyir Hacıbəy küçəsində yerləşən çox mənzilli yaşayış binalarının qarşısında geniş abadlıq işləri aparılır. Görülən işlər çərçivəsində ərazidə sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Bərdar rayon mənzil təmir sahəsinin rəisi Rauf Qafarov. Gördüyünüz kimi binaların qabağında abadlıq qurucu işləri yekunlaşmışdır. O cümlədən 5 mərtəbəli Üzeyir Hacıbəy küçəsində 5 mərtəbəli yaşayış binasının qarşı hissəsində 2000 kvadrat tamet işləri görülmüşdür. 800 metr bardiyör işləri görülmüşdür. 3 nömrəli Üzeyir Hacıbəy binasının qarşısında isə 2100 kvadrat tamet işləri, bardiyör işləri və hər bir binanın qabağına işıqlanma dirəkləri qoyulub, quraşdırılıb istifadəyə verilmişdir. Hər bir binanın qabağında üst-üstə görsəndə 4400 kvadrat asfalt işləri görülmüşdür. O da hər bir binanın qabağına 1000, 2000, 1500 kvadrat asfalt yanı düşmüşdür. O cümlədən Heydər Əliyev prospektində yerləşən 156 nömrəli yaşayış binasının podyezdlərində 2800 kvadrat şpakulovka işləri görmüşdür, 300 kvadrat sıvaq işləri görmüşdür və o cümlədən 2800 kvadratda emusa işləri görülür. Cağbətləri yenisi ilə əvəz olunmuşdur, bəziləri kraskalanmışdır. Həmən binanın da qarşısında nəzərdə tutmuşdur, işıqlanma dirəkləri bastırılsın və 9 mərtəbəli yaşayış binasının uzun illər bundan qabaq xarab olmuş lifti, köhnəlmiş lifti, işləməyən lifti yenisi ilə əvəz olunmuşdur, yeni lift qoyulmuş, istifadəyə verilmişdir və həmən binanın qarşısında da 1100 kvadrat tamet işi görülmüşdür. 200 metr bardiyör işləri görmüşdür, skameykalar qoyulmuşdur və orada yerləşən cağbətləri yenisi ilə bəzi yerlər yenilənmişdir, bəzi qalan hissələrdə kraskalanmışdır. Nəzərdə tutmuşdur Elçin Əsədov küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtülü 1200 kvadrat dam örtüyü tamamilə sökülüb, yenisi ilə əvəz olunması nəzərdə tutmuşdur və o cümlədən 2 mərtəbə yaşayış binasında dam örtüyü nəzərdə tutmuşdur, tamamilə sökülə, yenisi ilə əvəz olunur. Bu qaydada işlərimiz davam edir. Gələcəkdə də nəzərdə tutmuşuz ki, hansı ki binaların qarşı hissəsində abadlıq işlərinə ehtiyac varsa da həmən binanın da qabaq hissələrində bu qaydada asfalt vurulsun, skameykalar qoyulsun, işıqlanma dirəkləri nəzərdə tutmuşdur. Babək küçəsində 5 mərtəbəli yaşayış binasında abadlıq işləri başlamışıq. Orada da bardiyör işləri qoyulub, təmizləmə işləri görülüb və bu ilin sonuna kimi orada da abadlıq işləri başlanıb, yekunlaşır. Orada da nəzərdə tutmuşuq 2000-3000 kvadrata yaxın asfalt işləri, bardiyör işləri nəzərdə tutmuşuq. Yenisinə gül kolları əkiləgə, işıqlanma dirəkləri 14 ədəd həmən binaların qabağına, orada 3 dənə bina yerləşir. Həmən binanın qabağına 14 ədəd işıqlanma da nəzərdə tutmuşuq. Hər binanın qarşısında burada olduğu kimi orada da skameykalar da qoyulacaqdır və o qaydada işlərimiz davam edir və gələcəkdə də başqa binaların qarşısında da bu qaydada işlərimizi görməyimizə ötərik götürmüşük.